Salam əziz abituriyentlər, 11 nömrəli sualın izahını təqdim edirik. Azərbaycanın geoloji quruluşu üçün xarakterik əlamətləri müəyyən edin. 1. Böyük və Kiçik Qafqaz dağları Tetis okeanında ada şəklində qalxmağa başlamışdır. Bəli. Mezozoyun sonu, Kaynozoyun əvvəlində bu ərazidə tektonik sıxılma nəticəsində Böyük və Kiçik Qafqaz dağlarının yerində o qədər də hündür olmayan adalar yaranmışdı. Sonradan qalxma davam etdikcə həmin adaların yerində dağlar formalaşmışdı. Bu doğru fikirdir. Bütün fiziki coğrafi vilayətlərdə vulkan mənşəli süxurlar geniş yayılmışdır. Xeyr, bütün fiziki coğrafi vilayətlərdə vulkan mənşəli süxurlar geniş yayılmamışdır. Belə ki, Kiçik Qafqaz fiziki coğrafi vilayətində daha geniş yayılmışdır. Böyük Qafqazda yüksəkliyə doğru süxurların geoloji yaşı artır. Bəli, bildiyimiz kimi düzənlik ərazilərdə Kaynozoy dövrünün süxurları, Orta dalğa doğru Neogen dövrünün süxurları, daha sonra Təbaşir, ən yuxarı hissədə isə Yura dövrünün süxurları geniş yayılıb. Biz bunu geoxronoloji cədvələ görə ardıcıllıqla düzsək, cavandan qədimə doğru bir ardıcıllıq alınır ki, burada da bu fikir doğrudur. Azərbaycan ərazisinin çox hissəsində Mezozoy erasının çökmə süxurları yayılmışdır. Xeyr, Azərbaycan ərazisinin 5-dən 4 hissəsində Kaynozoy dövrünün süxurları yayılıb. Ona görə bu fikir yanlışdır. Palçı vulkanlarına yalnız tektonik qalxma zonalarında rast gəlinir. Xeyr, məsələn burada Kürdar arası əyilmə zonasında da biz palçı vulkanlarına rast gəlirik. Ona görə bu fikir yanlışdır. Tektonik qırılmalar dağlıq ərazilərdə daha çoxdur. Tektonik qırılmalar təbiidir ki, dağlıq ərazilərdə daha çox olacaq. Belə ki, sıxılmanın ən yüksək həddi dağlıq sahələrdə müşahidə olunur. Və bununla əlaqədar olaraq da həmin ərazilərdə tektonik qırılmalar daha çox müşahidə edilir. 6 doğru fikirdir. 1, 3, 6 fikirləri doğru fikirdir. Doğru cavab Y variantı.